180 nükleotiddən ibarət DNT molekulunda əgər bütün nükleotidlər 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edirsə, bu molekulun ikiləşməsi zamanı qırılan və əmələ gələn hidrogen rabitələrinin cəmi nə qədərdir? Demək, əgər 4 ədəd deyək ki, bütün nükleotidlər 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edirsə, demək ki, burada molekulun əvvəlində demək sitozin və guanin, sonunda da sitozin və guanin var. Ortada olan nükleotidlər isə adenin və timindir ki, bunlar demək ki, bütün molekulda olan bu şəkildə olarsa, molekulda olan bütün nükleotidlər 4 ədəd rabitənin əmələ gəlməsində iştirak etmiş olur. Əgər 180 nükleotidin 4 ədədi əgər sitozin və guanindirsə, deməli 176-sı adenin və timindir. Bu da molekulun ortasında olan zaman. Və deyir ki, qırılan və əmələ gələn hidrogen rabitələrin sayı. Biz burada indi nəyi tapmalıyıq? Ümumiyyətlə hidrogen rabitələrin sayını tapmalıyıq. Hidrogen rabitələrin sayı bərabərdir ümumi nükleotidlərin sayı plus guanin sayı. O da bərabərdir, demək ki, 180 plus guanin miqdarı nə qədərdir? 2 ədəd, yəni 182. Demək, əmələ gələn, ümumiyyətlə qırılan hidrogen rabitənin sayını biz x-la işarə etsək, əmələ gələn hidrogen rabitələrin sayı da, yəni kopyalanmış DNT kopyalandığına görə elə əvvəlki DNT molekulunda, qırılan DNT molekulunda nə qədərdirsə, əmələ gələn molekullarda da eyni sayda hidrogen rabitə olmuş olacaq. Buna görə x plus 2x-i buradan tapırıq. O da bərabərdir. Əgər bizim 182 ədəd hidrogen rabitəmiz varsa, demək ki, 3-ü vuracam 182-yə, o da bərabərdir 546, yəni D variantı.